İmtahan tipli testlərin izahı ilə davam edirəm. Baxıram 4-cü testimizə. Burada verilmiş cümləni mənfi növə çevirməyimizi istəyir. Mənfi növdə ilk öncə tamamlığımızı tapmalıyıq. Tamamlıq isə xəbərdən sonra işlənir. Mübtəda, xəbər, tamamlıq, yəni 3-cü yerdə işlənir. Deməli, tamamlığımız cümlənin əvvəlində mübtəda rolunda çıxış etməlidir. Görürsüz, bəndində D olduğu kimi qalıbdır, onun üçün də yanlışdır, onu sildik. Daha sonra baxmalıyıq zamana. Zamanımız rejecteddir. Rejected isə deməli keçmiş sadə zamandır. Mən də onda indiki zamanı eləməliyəm. Daha sonra baxın, bu bəndində ümumiyyətlə to be yoxdur. Məcbur növündə düsturuq to be plus participle todur. Yəni feilin üçüncü forması. To be yoxdursa deməli məcbur növdə deyil. Və daha sonra baxıram, ya D bəndidir, ya da E bəndidir. Was rejected them. Əgər ki cümləmizin mübtədasını məcbur növ cümləmizdə istifadə etmək istəyiriksə, onda onun qarşısında mütləq by sözünüsü olmalıdır. By sözünüsü yoxdursa, deməli onda bu da yanlışdır. Düzgün cavabımız oldu E bəndi. His project was rejected because of violence. Deməli, baxıram 5-ci testimizə. 5-ci testimizdə so do I, neither do I qaydasıdır. Deməli, burada baxın uşaqlar, cümləmizə baxırıq, görək təsdiqdədir, inkarda. Görürəm ki, cümləmiz inkardadır. İnkardadırsa sonu eləyirəm. Deməli, inkar cümləsində to işlənməz. Daha sonra iki inkar bir yerdə olmur. Yəni neither olan yerdə want biz verə bilmərik və either da inkar cümləsinin sonunda işlənir. Yəni he will not ya da won't be able to drive olsaydı düz ola bilərdi. Bu da yanlışdır. Deməli cavabımız oldu C bəndi. 6-cı testimizin izahına tək question'dur. Bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. Baxmalıyıq zamanımıza. Zamanımız will be, yəni will deyil, gələcək zamandır. Gələcək zamandırsa biz də gələcək zaman verməliyik və görürsüz there ilə verək üçün biz də there verməliyik. Want there cavabımız oldu C bəndi. Daha sonra baxıram 7-ci testimizə. Deməli 7-ci testimizdə deyir ki, they were disappointed. Onlar məyus olmuşdular. They lost the game. Oyunu uduzmuşdular. Çünki onlar oyunu uduzmuşdular. Cavab oldu C bəndi. 8-ci testimizdə sifətin dərəcələrinə aid testdir. Veridən də sonra adi dərəcə işlənir, bilirik ki, düzgün cavab olacaqdır B bəndi. Və daha sonra 9-cu testimiz agreement testidir. Mübtəda, xəbər uzlaşması. Deməli, sözünü vardı mübtədamızda. Sözünü varsa sözündən əvvələ baxmalıyam. Apples cəmdədir. Cəmdədirsə were, bir də have been verə bilərəm. 2-3, yəni cavabımız oldu B bəndi. 10-cu testimizdə modal feil testidir. Deməli, had able to, xeyr, mümkün deyil. Had been able to olmalıydı. Çünki to be able to'dur. Deməli, daha sonra oradan sonra to işlənir. Olmaz. Would be able to olmalıydı. Yanlışdır. Deməli, burada ya C bəndidir, ya da D bəndidir. Yes-də olduğuna görə C bəndi olacaqdır. Və həmçinin burada göstərim mübtədamızda söz önü vardı. Söz önündən də əvvəl people'da. People'la zaten has to işlənməz. Have to işlənməliydi. Yanlışdır. 11-ci testimiz article testidir. Mount bazar düzü. Biz bilirik ki, dağlar silsilə şəklində olarsa article veririk. Amma burada silsilə şəklində deyil, tək dağdan söhbət gedir. Article verməməliyik. Üstünlük dərəcəsində Z article veririk. Biz ölkələrlə article işlədə bilmərik. Burada da article vermirik. Deməli, yalnız ortada article ola bilir. O da oldu C bəndi.